Hocam. Ya Allah, salam aleykum. Hər vaxtınız xeyir olsun. Abşeron rayon Saray qəsəbəsi. Hər kəsin tanıdığı Nazim Market ərazisində 2 sot yarımda 7 otaq, gördüyünüz kimi 6 qarajlı 2 sot yarımda. Yəni hər bir kəsin axtardığı proyektdən də artığın sizə bir dənə bu evi inşallah tanıtım eləyəcəm. Paket kupçadır. Əsas yola məsafəsi 300 metr, 350 metrdir. Evin kamera sisteminə də baxa bilərsiniz. Yəni Nazim Marketinin düz asfaltından düşdün, patoloku da 5-10 metr yeri qruntavoydu. Bura qarajıdır, görürsünüz. Nərdivanın altında bax, əldamı kimi əşyaları yığmağa yeri var. Evimizin arxa tərəfinə dövr eləmək rahat bir şəkildə fürsəti var. Gördüyünüz kimi bütün pəncərələr evimizin öz həyətinə baxır. Lazım olan adam bankdan kimsə ipotekaya pul ayırırsa bu evə sahib ola bilər. Gözəl insanlar. Bir də inşallah keçirik evimizin altını sizə təqdim edeyim. Bax, orada da kombisidir, minutkasıdır, bütün avadanlıqları burada yerləşir. İstəyən adam buranı qaraj kimi də istifadə edə bilər. Məlum ki, bura qarajdır, buranı evə də qata bilərsən, əgər qaraj sənə vacib deyilsə. Saxlayaq, keçək evə. Hörmətli izləyicilər, koridorumuzu görürsünüz. Ayaqaltı bütün evin hər biri istifol sistemidir. Koridorumuz çox genişdir, hətta şkaf yığdırmaq istəyəndə yığdıra bilər. Bizim ev sahibi bildirir ki, baxın, bura sanitar qovşağıdır. Bildirir ki, bu aşağı qapıların birini zakazla yığdırmışam 450 manata. Evin yuxarı qapılarını isə 650 manata birini zakazla yığdırmışam. Yəni, hazır alınma qapı deyil. Evimizin birinci mərtəbəsində gördüyünüz zal studio mətbəxdir. Bunu sizə təqdim edirəm. Hər bir əşyası da təzədir. İkinci mərtəbədə eyni ilə inşallah manat betonla onunla çıxıb göstərəcəm. 1 ilə 2-nin arasında manat betondur. Amma gəlin aşağıda sizə 2 dənə otağımız var. Təqdim edeyim. Gözəl insanlar. Bəli, bəli. Burada 2 ailə də yaşaya bilər. Çünki 2-ci mərtəbənin çıxışı addenlidir. Gördüyünüz kimi evimizin heç bir otağı, yəni detski otaq bura demək olmaz da. Yəni burada detski otaq adında bir şey yoxdur. 2 dənə standart, geniş, spalni yataq otaqlardır, gözəl insanlar. Baxın, ideal səviyyədədir, şəxsi tikilidir. Bir dənə zəhmət olmasa, bax, divarın bir dənə enliliyin bir dənə çək. Gözəl insanlar, bax, bu divar var ha. İnanın ki, yəni 40-lıqdan da böyüdür də, yəni. Buradan inşallah saxlayırıq videonu, keçək 2-ci mərtəbə. Hörmətli izləyicilər, bax, bu da evimizin balkon hissəsidir, terasdır. Bax, burada indi gördüyünüz kimi 4 bir yan yaşayışdır. Magistral asfalta düz 300 metr. Patolog 300 metrdə, yəni 300 metrdən azdır. Məsafəsi var. Bax, evimizin gördüyünüz kimi, nə zəhmət olmasa, avadanlıqları çək görsünlər. Wi-Fi-dan kamera sisteminə kimi. Koridorumuzun genişliyini görürsünüz. Bax, koridordan içəri daxil olarkən bir dənə qapımızı zəhmət olmasa çək. Ev sahibi deyir ki, bunun birinin 650 manatdan yığdırmışam. Maşallah olsun evimizin mətbəxinə. Baxın genişliyə, işığı da yandırar. Maşallah. Yəni, bu genişliyində, Saray qəsəbəsində bu cür tikili, bu genişliyində də mətbəx yoxdur. Belə normalda tikilib satılan evləri 120-125 minə qoyulan evlərlə gəlin, bu evi müqayisə eləməyək. Çünki müqayisə olması ev deyil. Həqiqətən tərif etmir ya. Nədir, onu deyirəm. Tərifə ehtiyacı yoxdur. Gəl öz gözündən bax, görəcəksən ki, mən sənə nə izah eləmək istəyirəm. Həm evin koridorunun genişliyi, həm otaqların genişliyi öz sözünün əks elətdirir. Evimizin, bura bax, detsk otaq deyə bilərəm. Bura detsk otağıdır, uşaq otağıdır. Amma aşağıda öncəki seçdiyim otaq bundan da böyüdür. Gələndə görəcəksiniz hər birini. Zəhmət olmasa, bax, koridorda da gördüyünüz kimi atapleninin yerləri qoyulub. Bax, növbəti bir dənə spalni yataq otağımız. Evimiz tam full təmirdir. Alan şəxs 1 manat belə bu evə xərcləməyəcək. Gələcək, avadanlıqlarını yığıb yaşayacaq. Kollektor sistemini görürsünüz, gözəl insanlar. Bax, evimizin növbəti sonuncu yataq otağıdır, gördüyünüz kimi. Hər biri bir ayrı gözəllikdədir. Bu da evimizin 2-ci mərtəbədə yerləşən sanitar qovşağı. Gözəl insanlar, fikri ciddi, real alıcılar. Evimiz inşallah ki 150 min manatla çıxır satışa. Real fikri ciddi olanlar, səhifədə əlaqə nömrəmiz var. Əlaqə saxlayın ki, bu evə sahib ola biləsiniz.